Avropa İttifaqının diplomatik pasport sahibləri ilə bağlı verdiyi qərar Gürcüstanda ciddi siyasi müzakirələrə səbəb oldu. Məlumata görə Avropa İttifaqına üzv ölkələrin böyük əksəriyyəti Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılmasını dəstəkləyib. Qərar 25 ölkənin lehinə, 2 ölkənin Macarıstan və Slovakiyanın isə əleyhinə səsi ilə qəbul olunub. Qərar mart ayının əvvəlindən qüvvəyə minəcək və bundan sonra Gürcüstan diplomatları Avropa İttifaqı ölkələrinə yalnız viza əsasında səfər edə biləcəklər. Xatırladım ki, Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martından qüvvədə idi və artıq ötən il Avropa İttifaqının ondan çox ölkəsi diplomatik və xidməti pasportlar üçün bu rejimi ləğv etmişdi. Mövzuya münasibət bildirən parlament çoxluğunun lideri İrakli Kırtsaxliya bildirib ki, Brüssel Gürcüstan hakimiyyətinin harda dayandığını və ölkənin maraqlarını nə zaman və necə müdafiə etdiyini çox yaxşı bilir. Onun sözlərinə görə hakim komandanın üzvləri üçün diplomatik pasportda viza olub-olmamasının prinsipial əhəmiyyəti yoxdur. Kırtsaxliya bu qərarı Brüssel bürokratiyasının siyasi komandaya qarşı tətbiq etdiyi cəza mexanizmi adlandırıb və vurğulayıb ki, bu addım gözlənilməz deyildi. Onun fikrincə Avropa İttifaqında formalaşmış və seçilməmiş bürokratik sistem Gürcüstana qarşı təzyiq alətlərini işə salmaqda davam edir. Parlament çoxluğunun lideri bildirib ki, bu mexanizm hakim komanda üçün heç nəyi dəyişmir və Brüsselin atdığı hər addım onların səhv siyasətinin göstəricisidir. O həmçinin qeyd edib ki, bu Avropa İttifaqı bürokratiyasının Gürcüstana qarşı əlində qalan faktiki olaraq son cəza vasitəsidir. Kırtsaxliya əlavə etdi ki, vizasız rejimin bütün Gürcüstan vətəndaşları üçün dayandırılması ilə bağlı səsləndirilən fikirlərin heç bir hüquqi və siyasi əsası yoxdur və bu cür mesajlar cəmiyyətə təzyiq vasitəsi kimi istifadə olunur. Beləliklə, rəsmi Tbilisinin mövqeyinə görə Brüsselin bu qərarı Gürcüstanı geri addım atmağa məcbur etməyəcək və hakimiyyət ölkənin maraqlarına əvvəlki kimi müdafiə etməkdə davam edəcək.